Xoşbəxt insan, xoşbəxt ruh hansına daha çox yaxındır sizə? Yenə bir təzad yaranacaq, amma yəqin ki, xoşbəxt ruh. Deyirlər, həyatdakı bütün təsadüflərin kökündə zəruriyyət durur. Bəzən təsadüfən həyatında baş verən dəyişiklik həyat yolunun yönünü dəyişməli olur. Bu dəyişiklik kiminə xoşbəxt, kiminəsə bədbəxt anları daha çox bəxş edir. Əlbəttə, bütün insanlar xoşbəxtlik adlanan hissi daha çox arzulayır. Elə də olur ki, o, yəni xoşbəxtlik sənin düz qapının kəndarında durur, sən isə onu görmürsən. Elə hey onu axtarırsan. Tapdın. Tapmadınsa, ləngər vuran tənha yelkənə bənzəyirsən. Bugün mən sizə bəzən xoşbəxt, bəzən anlanmayan, bəzən kənardakına bədbəxt görünə bilən, əslində isə hər üç haldakı sualların cavabını heç kəsə bənzəməyən, azadə ruhunda tapıla bilən bir xanımdan danışacağım. Hə, sizə kimdən deyim, kimdən danışım, bir vaxtlar telekrandan düşməyən bizim diktor Vahidə Sadıqovadan. O, tanınmış və çox istedadlı kinoaktyor Fəxrəddin Manafovun özünün dediyi kimi desəm, həyat baca yoldaşıdır. Sözün düzü bu xanım məni tez-tez düşündürüb. Birincisi ona görə ki, ekrandan birdən-birə yoxa çıxması, digər tərəfdən də Fəxrəddinlə Vahidənin sevgi dastanı haqqında eşitdiyim, biraz nağıla oxşayan xəbərlər diqqətimi həmişə özünə çəkirdi. Onu danışdıranda mən tam əmin oldum ki, yer üzündə hələ itməyən çox müqəddəs hisslər, tapdanmayan çox sözlər var. Və nə yaxşı ki, bütün bunlar var. Vahidə xanım,